Hər vaxt xeyir olsun değerli izleyicilerimiz. Tabii ki yeni rekord səviyyəyə qızıl qalxdı 4382'ye. Eyni zamanda bugün size bir qəşəng bir xəbər vereceğim. Yani bizde Magic Signal kanalı var. Riski sevenler için hal-hazırda biz ekranda görürsünüz. Biz qızıla satış ameliyatları vermişik ve Take-Prof'da yaxınlaşır. Bunu paylaşmışlar. Eyni zamanda Telegram Magic Signal kanalında riski sevenler için gün ərzində 30'a yaxın signallar paylaşılır. Valyuta cütlüklərində MTL'lər də var, valyuta cütlükləri də var. Yəni qoşula bilərsiniz. 070 985 0025'e yazın və bu kanala qoşula bilirsiniz. Eyni zamanda bugün yerli saatdan saat 19:00'da bizdə möhtəşəm pulsuz ödənişsiz təlimimiz var. Ona da qoşula bilərsiniz. Ünvan Caspian Plaza'dadır. Gəlin keçək biz qızılda görək nələr baş verəcək. Yəni bildiyiniz kimi yeni bir rekord səviyyə 4382'ye qalxdı və sual olunur ki, Qafar müəllim bu dəfə də 200 dollar koreksiya verəcək yoxsa verməyəcək? Sualına gəldiysə bizə 4333'te satış ameliyatlarıydı. Artıq demək olar ki, Take-Prof'da çatdı və Take-Prof'da yəqin ki bağlayıb. Demək, arkada yəqin siz görürsünüz. Demək, aşağıdakı hədəfləri nəzərə çatdırım. Yəni aşağıdakı hədəflər bugün üçün 4304'lər, 4282, 4254'ləri deyə bilərəm. Alış ameliyatları 4355'lərdən sonra gələcək. Yəni yuxarıdakı hədəflər isə 4581, 4736'lar. Təbii ki, koreksiyadan sonra yenidən. Yəni deyək ki, proqnozlaşdırıblar ki 2006'da yəni 5000'e yaxınlaşacaq. Artıq demək olar ki 2026'nın sonuna deyiblər, amma 2005'in sonu demək olar ki yaxındakı hədəflər 4581, 4736'ları göstərir. Yəni 5000'e bir şey qalmayıb. Keçək Bitcoin'e. Bitcoin biz dünən nəzərə çatdırmışdıq ki 112'ləri nəzərə çatdırmışdıq. Müqavimət dəstəyi, güclü müqavimət dəstəyi dəstək xəttində ki 40 aşağı düşdü, amma müqavimət xətti 112'lər demişdi, həmin nöqtəyi kəsə bilmədi. Bugün 111'lərdən yuxarı formalaşda alış ameliyatlarına yol açacaq. Təbii ki, bu bizim fikrimizdə, qərar sizin də. 107'lərdən isə satış ameliyatlarıdır. Brent Oil future spotlara gəldikdə isə dünən həm satış, həm alış ameliyatları oldu. Mükəmməl. Bugün alışlar 61, onlardan satışlar 60-80'lərdən gələcək. Funtun doların rəqabəti. Aşağıdakı dəstək xətti var. Yəni buna diqqət etmək lazımdır. 1.33-700'lər, 1.33-800'lər bura toxunub geri qayıtma ehtimalı böyükdür bugün. Və təbii ki, satış ameliyatları 1.33-600'lərdən gələcək. Keçək biz Euro dolların rəqabətinə. Burada demək, yəni dəstək xətti, aşağıdakı dəstək xətti, yəni güclü dəstək xətti, yəni 1.16-250'lər, yəni support xətti 1.15-9'lərə qədər yəni yeri var. Yəni bunu nəzərdə saxlayın. Əgər 1.16-250'dən aşağı formalaşsa 1.15-9'lərə qədər enəcək. Alış ameliyatları 1.16-500'lərdən gəlir. Nasdaq, S&P, Dow Jones təbii ki və DAX, yəni dünən dedik, biraz koreksiyadan sonra yenidən yuxarı doğru istiqamətlə davam edəcək. Elə də oldu və ümumi istiqamət hələ yuxarıdır. Biz keçək short videolara. Siz Instagramda da baxa bilərsiniz. Full versiyası isə YouTube kanalındadır. Belə əzlərim, inşallah görüşmək ümidi ilə sağ olun.